Bu kəlmə yalnız Allaha şərik qoşanlara xoşuna gəlməz. Və izə qilə ləhum la ilahə illallah yəstəkbirun. Onlara la ilahə illallah deyin deyildiyi zaman kibir göstərərlər. Amma Allahdan qeyri ibadət etdikləri yerlər barədə danışdıqda onları gülən görərsən, sevinərlər. Öylədir. Tək Allahdan danışırsan, deyir, çox danışırsan Allahdan. Deyir, bunlar ancaq Allaha inanır. Yəni, nəyə inanaq? Bəziləri var, deyir, bunlar ancaq Allaha inanır. Yəni, başqa nəyə inanaq? Məsələn, örgəd bizə. Allah nəyə deyib, ona inanırıq da. Sən nəyə inanırsan? Sənə inanmadığın şey yoxdur. Daş, ağac, əski. Adam, la ilahə illallah yoxdur adamda. Adamın əqidəsi bilirsiniz nədir? Gedib bir yerə buna bir ip bağlayıblar. Deyiblər ki, bu ip açılanda sənə arzulanı yerinə yetəcək. Ölmə eşeğim ölmə yəni. Yəni, hasan olacaq Allah. Bu da gözləyir bunu, gözləyir. Açılır, gedir ora. Deyir, bunu apar filan yerdə bir dənə ağac var. Ağac da Allah bir çayları keçib gedin, sən pir ağacı nəsə. Ora bağla. Orada da açılanda. Yəni, işte öl getdə yəni. İnsanlar inanır buna əskiyə. Və eləyir, eləyir. Yəni, piyada gedir o yolu. Desə ki, Allah üçün gedirə gedməz. Görməyə qalır. Və nə qədərdir belə insanlar. Onlara deyənlər, la ilahə illallah, deyir, qoşulmuşsan deyəsən şeylərə. Dağın demirəm. Deyən, la ilahə illallah, Allahdan qeyrisinə ibadət eləmək olmaz. Ağaclara inanmaq olmaz. Yəni, iman gətirmək ki, onlar nəsə zərər verir, xeyir, ağacda. Daşlara, deyir, sən deyəsən, qoşulmuşsan filan kəslərə. Yəni, filan kəslər nə deyir? Allahdan istə də. Yəni, Allahdan istə. O da verən, övlad verən odur. Yəni, ağaclar övlad verir və ya babalar